Şprotlar damar sağlamlığı üçün zərərlidir. Şprot balıqlarının tez-tez istehlakı damar sağlamlığına mənfi təsir göstərir və orqanizmdə qocalma prosesini sürətləndirir. Bu barədə Rusiyalı diyetoloq Yelena Salomatina məlumat verib. Mütəxəssisin sözlərinə görə şprotların hazırlanması zamanı tətbiq olunan hisləmə prosesi nəticəsində benzopiren və akrilamid kimi maddələr əmələ gəlir. Bu birləşmələr orqanizmdə oksidləşdirici stresi artıraraq hüceyrə və toxumalara zərər verə, həmçinin ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər. Diyetoloq qeyd edib ki, şprotların tərkibində yüksək miqdarda duz da mövcuddur. Duzun həddindən artıq qəbul arterial təzyiqin yüksəlməsinə səbəb olur ki, bu da xüsusilə hipertoniya və digər damar problemlərindən əziyyət çəkən insanlar üçün təhlükə yaradır. Yelena Salomatinanın fikrincə, sağlam insanın ara bir az miqdarda şprot yeməsi ciddi problem yaratmasa da, xroniki xəstəlikləri olan şəxslər bu məhsulu ehtiyatla istehlak etməlidir. Mütəxəssis mümkün riskləri azaltmaq üçün şprotların yalnız nadir hallarda, məsələn, bayram günlərində yeyilməsini tövsiyə edib. O, həmçinin bu məhsulun göyərti və tam taxıllı çörəklə birlikdə istehlak edilməsinin daha məqsədə uyğun olduğunu vurğulayıb.